Növbəti sual. Mərkəzi O nöqtəsində olan çevrənin 4-dən 1-i formasındakı yolun K nöqtəsindən sərbəst buraxılan M kütləli cisim M nöqtəsində dayanır. Yolun elem hissəsi sürtünməlidir və sürtünmə əmsalı 0,5 olduğuna görə çevrə formasındakı yolun R radiusunu tapın. Cisim K nöqtəsindən sərbəst buraxılır, gəlir M-də dayanır. Burada enerjinin saxlanma qanununa əsasən baxın, sərbəst buraxılan anda bunun K-da bir ilk enerjisi vardı. Elem aralığı sürtünməlidir. Deməli, sürtünmə qüvvəsi həmin aralıqda cisim üzərində mənfi iş görür. Sürtünmənin işini çıxdığın zaman son enerjini vermiş olur. İndi ilk enerji bu cisim K-dan sərbəst buraxıldığı üçün sərbəst buraxılırsa sürəti sıfırdır, yəni kinetik yoxdur. Yalnız K-da potensialı var. Bu nöqtənin də bax bura radius, burada radiusdur. O zaman bu hündürlükdə radius olur. Yəni K-dan sərbəst buraxılan andakı potensialı mgr-dir. Buradan sürtünmənin işini çıxaq. Sürtünmənin işi də F sürtünmə qüvvəsi vurulsun S olur. Sürtünmə qüvvəsi də μmg olacaq. Vurulsun S bərabərdir 0. Niyə 0? Çünki dayanıb. Son enerji 0-dır. Deməli, buradan alırıq ki, mgr bərabərdir μmg vurulsun S-dir. Buradan mg'lər gedər. O zaman R dediğin mü vurulsun S'dir. Əmsal 0,5 ve buradaki yol da 4 metrdir. Demek ki radius 2 metri vermiş olur. Doğru cevap olur B variantı. Növbəti sualımız. Sürtünmə qüvvəsinin nəzərə alınmadığı sistemlərdə 3 işçi eyni kütləli cisimləri bloklar vasitəsilə eyni hündürlüyə qaldırır. Ağırlıq qüvvələrinə qarşı görülən işlərin modulları A1, A2 və A3 olduğuna görə bu işlər arasındakı əlaqəni tapın deyir. Deməli, deyir ki, ağırlıq qüvvələrinə qarşı görülən iş. Baxın. Ağırlıq qüvvəsinin gördüyü iş əks işarə ilə potensial enerjinin dəyişməsidir. Bu ağırlıq qüvvəsinin gördüyü işdir. O zaman ağırlıq qüvvəsinə qarşı görülən işi isə potensial enerjinin dəyişməsi olacaq elə. Yəni əks işarə ilə ağırlıq qüvvəsinin gördüyü işdir. Birbaşa potensial enerjinin dəyişməsi ağırlıq qüvvəsinin gördüyü işdir. Potensial enerjinin dəyişməsi də nədir? Son potensial çıxılsın ilk potensial. Potensial enerji dediyimizdə mgh. Bakın birinci şəkildə də, ikinci şəkildə də, üçüncü şəkildə də bu cisim ən alt səthindən, yer səthindən qaldırır. Yəni hər üç şəkildə də ilk potensial enerji sıfırdır. Bax birinci şəkildə cisim h hündürlüyə qaldırılacaq. Demək potensial enerjisi olur mgh. İkinci şəkildə də h hündürlüyə qaldırılır. Burada da potensial olur mgh. Üçüncü şəkildə də h hündürlüyə qaldırılır. Burada da olur mgh. Ne oldu? Hər üç şəkildə də potensial enerjinin ilk qiyməti 0, son qiyməti mgh. Demək ki, görülən işlər eyni olur. Cavab olur A variantı. Növbəti sual. Üzərində qum torbası olan əl arabasını işçi sabit qüvvə tətbiq edərək K nöqtəsindən L nöqtəsinə şəkildəki kimi gətirir. Və bu zaman işçinin əl arabası üzərində gördüyü iş A, sərf etdiyi gücü isə N qədər olur. Buna əsasən, başqa heç bir dəyişiklik etmədən işçi qum torbasını arabanın üzərindən götürüb hərəkəti təkrarlasaydı, gördüyü iş və sərf etdiyi güc necə dəyişər? Deməli, bu işçi əl arabasına bir F sabit qüvvəsi ilə təsir edir. Bu əl arabasını K-dan L-ə gətirir. Yaxşı, görülən iş dediyimiz qüvvə vurulsun yer dəyişmədir. Baxın, birinci halda yüklə birlikdə işçi F qüvvəsi tətbiq edir, arabanı K-dan L-ə gətirir, yer dəyişmə etdirir, buna müəyyən qədər S qədər. Bu yükü götürdükdən sonra da yenə F qüvvəsi, yəni yenə işçi özüdür. Yine eyni qüvvəni təsir edir, eyni yer dəyişmə edir. Qüvvə eyni, yer dəyişmə eyni. O zaman görülən iş demək ki dəyişməz. Görülən iş eyni qalacaq. Eyni qüvvə ilə eyni yer dəyişmə etdirilir. Görülən iş eynidir. Görülən iş burada yükün kütləsinin asılı deyil. Gəldik gücə. Güc nə idi? Görülən işin, bu işin görülməsinə sərf olunan zamanın nisbəti. Baxın, iş dəyişmədi. Amma zamana gəldikdə burada
Əl arabasını işçi sükunət halından hərəkətə başladır da. Sükunət halından hərəkətə başlayanda yer dəyişmə nə idi və ya gedilən yol nə idi? AT kvadrat bölü 2. Buradan biz zamanı tapsaq bu olur kök altında 2s bölünsün A. Baxın, yer dəyişmə eyni. K-dan elə gətirir. Yer dəyişməsi həmişə eynidir. Amma burada arabanın üzərindəki yükü götürmək kütləni azaltmaq deməkdir. Təcil dediyimiz nə idi? Qüvvə böl kütlə. Qüvvə eynidir, eyni işçidir, qüvvə eyni. Kütlə azaldı, kütlənin azalması təcili artırar. Yaxşı, təcil artırsa, sərf olunan zaman burada təcillə tərsdir. Təcilin artması sərf olunan zamanı azaldacaq. Diqqət edin, zaman azaldı. Güc zamanla tərsdir. Zaman azaldısa demək ki, sərf etdiyi güc o zaman artmış olar. Nəticədə gördüyü iş dəyişməz, sərf etdiyi güc artar, yəni C doğru cavab.